Buyurun, danışa bilərsiniz. Xoş gəlmişsiniz. Necə oldu? Sağ olun. Mən biraz geniş danışsam olar. Mən bu sevgimi nənəmə də çox bildirirdim ki, Hə? Mən biraz belə şeyləri efirlərdə danışmağı sevmirəm. Bəs bugünkü yaşayışınız, sürdüyünüz maşınınız, yaşadığınız ev, bunlar hamısı müğənniliklə olmadı ki? Həmin o masanın hesabını Hesabını bağlayırsın. mən bağlayacağım. Bəli. Həyatımda ilk dəfə bu boyda şot görürəm. Sizcə kişilərin bu qədər estetik elətdirməyə yönəlməyinə səbəb nədir? Onu mən bir neçə dəfə efirdə demişəm. Bilirəm ki, ən baxılan veriliş bu verilişdir. Qoy buradan deyim, bəlkə utansınlar. İfaçı yaxşı olanda stilin önəmi olmur. Az qalır səhnədə mayallıq aşsın nə adam. Sən də yeyə bilərsən ha. Mən yeyirəm. Mən yeyirəm. Ümumiyyətlə ilk dəfə efirə saqqallı mən çıxmışam. Tağ məsələsində siz gətirmisiniz. Hadi onu deyin. Bir də gördüm ki, kostyum mahnı oxuyur. Biraz da diqqətlə baxdım, gördüm içində adam da var. Ay sənə xətəkar, ay sənə xətəkar. Onda İkinci sualı dəfə- türkcə verin zəhmət olmasa. Niyə ki? Ya, Türk dilində. könlüm böyle istiyor. Bəlkə mən də birini oxuyayım da, hamı oxuyursa. Orada. Yo İzzət, bu yaxınlarda ad gün olur. Ad günə qabaq çağırmıyor be məni. Ad günə sonra çağırıb ki... Yəni də pul var da. Zarafat bir yana. 21 iyun saat 20-də Xəzərdə. Baş sponsor Unibank. Xüsusi sponsorlar Azərbaycanın kolası Buz Kola. Linux Forte. Halal nemət, min bərəkət. Rossmann. Sərfəli qiymətə Alman keyfiyyəti. Bay Hollywood.